Sizə gözəlliyin və peşəkarlığın ünvanı olan Bilur Estetik Mərkəzini təqdim etməkdən məmnunluq duyuram. Burada hər bir müştəriyə fərdi yanaşılır, ən müasir üsullar və yüksək keyfiyyətli xidmətlər təqdim olunur. Mərkəzimizdə peşəkar və keyfiyyətli xidmətlə yanaşı, hər kəsin büdcəsinə uyğun qiymət tətbiq olunur. Məqsədimiz gözəllik və baxım xidmətlərini daha əlçatan etməkdir. Salam, hər vaxtınız xeyir olsun. Mənim dəyərli pasientlərim, çox sağ olun. İlk öncə hamınız yazırsınız ki, bunun demək ehtiyac yoxdur. Bunun üçün mən statusun, iş nömrəmizin, şəxsi nömrəmin statusunu var. Yəni minlərlə xanım yazır ki, doktor, bəllidir ki, öyrədilmişdi. Bugün İnci Babayeva bir dənə açıqlama verir. Mən onunla bağlı özüm şəxsən danışmaq istədim. Çünki bu xanım qərəzli şəkildə çıxıb danışır ki, güya ki biz əməliyyat eləmişik, əməliyyatdan sonra tikiş vurulmuyub. Bu ağ yalandır. Ümumiyyətlə elə bir şey ola bilər ki, insanın hansısa bir nahiyəsinə toxunasan, orada tikiş atmayasan. Bu mümkün deyil. İkinci isə demək istəyirəm ki, yəni xanım danışır ki, güya ki biz telefonlara cavab vermirik. Yaxşı, sən 2 gün öncə gəlmirsən bura, telefona cavab vermiriksə əgər, niyə gəlib demirsən ki, mən buram qan gəlir və yaxud da mən ağrıyıram. Ağrısız heç bir prosedur olmur, bu bəsbəllidir. Bu yalan, bu boş danışmaqlarınızı biraz yığışdırın. Çünki bu adama biz nəsə etmişiksə, biz nəyisə hansısa ümumiyyətlə ki, məsələn, nəsə hansısa bir prosedur ediriksə, yəni bunu 3-4 gün, bir həftə əl vurmamağı biz tövsiyə edirik, dönə-dönə tapşırırıq. Bir insan qəhcən öyrədilib, göndərilib, çox gözəl də uğurlu əməliyyatımız keçib. Bu insan qəhcən öz plastırlarını açıb və yaranı didib, açıb. Bəllidir ki, bura öyrədilmişdir. Çünki indiyənə qədər niyə mənim heç bir elə bir problemim olmayıb. Bu mənim sosial şəbəkədə açıqlamamdan sonra belə bir şey verdilər. Bu bəllidir ki, oyundur hamısı. Yəni bu oyunlarınızı yığışdırın, özünüzə saxlayın. Bu türkü oyun. Bu oyunlarınızı özünüzə saxlayın, məsləhət görərəm. Çünki mən yenə deyirəm, məni tanıyan tanıyır, məni bilən bilir. Cəmaat bir dənə yerinə iynə vurdurur, onun yeri göyərir də, onun yeri bir həftə siniyat da olur. Yəni bu nə boş danışırsınız ki, bir insan üzündə hansısa bir prosedur eləyəsən, o ağrımaya, gözün çəpləşməyib, ağzın gedib qulağının dibinə durmayıb. Cəmaatın o da qiymətə bahalı işlərində, korlanmış işlərini gəlib biz düzəldirik burada. Nə nağıl danışırsan mənə, ay İnci xanım, kimə danışırsan bu nağılları? 2 gün gəldiyin yerin yolun bilmirsən ki, gəlib görsədəysən ki, nə yaxşı, bütün sosial şəbəkələrə çıxa bilirsən, bütün bu bəllidir ki, yəni bu oyundur. 2 gün ərzində, 2 gün sonra sən bütün sosial şəbəkələrə çıxıb, nə oldu, çıxıb açıqlama verə bilirsən, olduğu yerə gələ bilmirsən ki, ay doktor, mən burama ağrıyır və yaxud bir dənə bunu aç bax. Yəni bu bəllidir ki, yəni görünür ki, hamısı kör görür ki, bu oyundur. Bu indiyənə qədər mənim haqqımda bunlar niyə yox idi? Biz bunların nəinki bu inci kimilərinin hələ bir 5-6-sını mən gözləyirəm. Daha da çox hətta ki, belə şeyləri çox verəcəklər. Yəni bunu öyrədib göndərənlərə demək istəyirəm ki, bu gülməli oyunlarınızı əzizim özünüzə saxlayın. Yəni mən fikrimdən də daşınan deyiləm. Nə də mənim Allahım var. Yaxşı, qaldı ki, mən yenə deyirəm, tanıyan tanıyır, sağ olsun dəyərli pasientlərim, inanın ki, hamısı mənə yazırlar, xanımlarımızı, hamısı yazır. Nabrut məndən hansısa bir prosedur istəyirlər. Vecilə almayı doktor deyir, fikir vermə işində ol, biz bilirik də, yəni biz səni tanıyırıq. İllərlə mənim hörmətim